Hər vaxtınız xeyir olsun. Bugün söz tərkibindən və söz yaradıcılığından danışacağıq. İlk olaraq mən sadə bir mövzuya toxunmaq istəyirəm. Sözün leksik və qrammatik mənasına. Bildiyimiz kimi leksik mənasına görə sözlər iki yerə bölünür. Leksik mənası olan və olmayan sözlər. Leksik mənası olmayan sözlərin qrammatik mənası mövcuddur. Yəni bu nə deməkdir? Qrammatik məna dedikdə biz nəyi tapmalıyıq, nəyi seçməliyik? Qrammatik məna sözün hansı nitq hissəsinə aid olması deməkdir. Yəni əgər bir testdə deyilsə ki, qrammatik mənasına görə fərqlənən söz, deməli o sözlərdən biri fərqli nitq hissəsinə mənsubdur. Yəni həmin sözü seçməliyik. İkinci olaraq toxunmaq istədiyim mövzu şəkilçilərin qoşulma ardıcıllığıdır. Bizim bildiyimiz kimi sözün kökünə öncə leksik, daha sonra isə qrammatik şəkilçi qoşulur. Lakin bəzi məqamlarda bu qayda pozula bilər. Bunlar nə zaman olur? Sözdə gil, siz, daki şəkilçilər gəldikdə bu şəkilçilərdən əvvəl qrammatik şəkilçi gələ bilər. Məsələn, babamgil. Bu sözdə, məsələn, babam burada mənsubiyyət qəbul eləyib, daha sonra gil gəlib. Deməli, qrammatik əvvəl, leksik sonra gələ bilər. Və bu o deməkdir ki, başlanğıc formasına. Deməli, qrammatik şəkilçi də daxil ola bilər. Əslində, hər iki qaydanın istisnası burada mövcuddur. Ona görə də bu qaydaya və şəkilçilərə xüsusən diqqət yetirək. Daha sonra sözün nədən düzəlməsi və kökü mövzusuna toxunmaq istəyirəm. Deməli, bu çox vaxt qarışdırılan mövzudur. Nəyə görə? Sözün nədən düzəlməsini və kökünü çox vaxt eyniləşdirirlər. Amma bu tamamilə yanlışdır. Çünki bu üstə düşə də bilər, düşməyə də bilər. Sözün nədən düzəlməsi dedikdə biz sonuncu leksik şəkilçini silərək bunu tapa bilərik. Sözdə bir leksik şəkilçi də ola bilər, 2 və ya 3 fərqi yoxdur. Əgər bir leksik şəkilçi varsa, bu zaman sözün nədən düzəlməsi və kökü üst-üstə düşür. Amma bir neçə leksik şəkilçi varsa, üst-üstə düşməyə bilər həmin nitq hissəsi. Məsələn, əkinçilik sözündən danışaq. Əkinçilik sözündə leksik şəkilçisini silib sözün nədən düzəldiyini tapa bilərik. Əkinçi sözündən düzəlibdir. Yəni əkinçilik sözü isimdən düzəlib. İndi gələk onun kökündən danışmağa. Əkinçilik sözünün kökü əkdir, əkmək feilidir. Əkib, əkin olubdur. Əkib ki, əkinçi olubdur. Əkinçi də əkinçilikdir, yəni ixtisasının adı da əkinçilikdir. Yəni burada kök əkməkdir, amma düzəldiyi nitq hissəsi isim olan əkinçidir. Deməli, kök feildir, düzəldiyi nitq hissəsi isimdir. Üstə düşdümü? Xeyr, düşmədi. Yəni belə hallarda olur. Amma danışsaydık ki, biz əkin sözündən burada ini silsək, onun düzəldiyi nitq hissəsi olacaqdı feil. Kökü də olacaqdı feil. Deməli, burada kök və başlanğıc kök və düzəldiyi nitq hissəsi üstə düşəcəkdir. Yəni belə hallar ola da bilər, olmaya da bilər. Biz əsas bilməliyik ki, düzəlməsi dedikdə necə tapmalıyıq, kökü dedikdə necə tapmalıyıq. Deməli, söz yaradıcılığı bölməsində eyni köklü sözlərdə olduqca qarışdırılan bir mövzudur. Nəyə görə? Çünki bunu taparkən kökün eyni olmasına, yəni eyni mənanı verməsinə və sözlərin düzəltmə olub-olmamasına fikir vermirlər. Amma bu yanlışdır. Çünki eyni köklü söz qrupunda əsas qayda budur ki, hər birinin kökü eyni mənada olsun və bundan əlavə olaraq da hər biri düzəltmə olsun. Məsələn, burada sözlərə fikir verək. Evli sözü, evsiz sözü, evdar sözü, evə sözü və evdən sözü. Hər birinin kökü evdir. Və biz bu sözlərə, əgər ki, qaydanı bilməsək, eyni köklü söz deyə bilərdik hər birinə. Amma bizim qaydamızda deyir ki, eyni köklü söz qrupunda hamısı düzəltmə olmalıdır. Bəs evə sözündən evdən sözü düzəltmədir? Xeyr, düzəltmə deyil. Ona görə də elə evə sözündən evdən sözü bu qrupla eyni köklü olmayacaq. Onları çıxırıq, amma ondan əlavə evli, evsiz və evdar sözləri bir-birindən eyni köklülük təşkil edir. Bir də bu nüansa toxunmaq istəyirəm. Əgər sözün sonu d4 variant, m4 variant və maz 2 variant, yəni maz dedikdə burada feilin gələcək zamanı inkar nəzərdə tutulur. Bu şəkilçilərlə bitərsə, bunlar iki qrammatik şəkilçi kimi təhlil olunacaq. Burada məsələn, yaxşılaşdıq sözündə bu yaxşılaşdı və q şəklində, mır, m və ır şəklində, məz, m və əl şəklində təhlil olunacaq. Məsələn, getməz sözünü təhlil edərkən biz bilməliyik ki, orada getməz getməyər mənasındadır. Sadəcə olaraq şəkilçi inkarın mamənin ası düşüb və ona görə də bu ixtisarda olduğuna görə getməz formasında verilibdir. Burada bir sözə diqqət yetirmək istəyirəm. Bu da daşlaşmaq sözüdür. Deməli, daşlaşmaq sözünü laşı bir leksik və ya iki leksik kimi düşünmək olar. Bu nə zaman olur və niyə olur? Əgər uşaqların bir-birinə daş atması mənasında istifadə olunursa, yəni uşaqların daşlaşması mənasında istifadə olunursa, iki leksik olacaq. Çünki uşaqlar bir-birinə daş atdıqları üçün, yəni daşladıqları üçün bir-birini daşlaşmış olurlar. Amma ki, hər hansı bir şeyin bərkimək mənasında, məsələn, sementin daşlaşması mənasında bu bütöv olacaq. Çünki sement daşlanıb da daşlaşmır ki, yəni birbaşa daşlaşır.
Ona görə də onu bir leksik götürürük. Amma yox, bir-birinə daş atmaq mənasında onu 2 leksik götürürük. Bu sözə də xüsusən diqqət çəkmək istədim. Bugünkü video bu qədər idi. Ümidvaram ki, xeyirli olmuşdur. Növbəti videoda görüşmək üzrə. Hələlik.